Hər kəsi salamlayıram. Xoş gəlmisiniz hamınız. Əziz tələbələr deyim, xanımlar deyim, öğrencilər deyim. Yəni sevərək çörək masterclassına qatılmısınız. Hamınıza minnətdarlıq bildirirəm. Balaca sizin üçün bir araşdırdım ki, çörək görəsən tarixi nə vaxtdan yaranıb? Çörəyin ilk yaranma tarixi 10-12 min il əvvəl əkincilik sahəsində başa tutub ki, burada çörək neməti aşkar olunub. Amma mayalı xəmirli çörəklər isə Misirdə 5000-6000 il əvvəl xəmir qalaraq acıyıb, ondan sonra ki, mayalı çörəkləri aşkara gətiriblər. Arzu müəllimə, sizə dərin təşəkkür edirəm. Bu masterclass'a boyun götürürdüyünüz üçün. Yəni ürəklə, sevgi ilə hazırlayırsınız. Bilməzdim ki, bu qədər maraq. İnşallah Misirə gedənimiz olsa, zaten bizə muzeydə açılır, muzeydə var. Çörəklər, qədim çörəklər tarixi haqqında. Daşın üstündə eləyirdilər əvvəllər. Zaten bilirsiniz ki, doyumlu, vitamin D olan bir məhsulumuzdur və biz də bugün bir çox çörəkləri sınaqdan çıxarmışıq ki, dəbdə olan, hal-hazırda mətbəxlərdə istifadə olunan, tələb olunan çörəkləri. Solotlu çörəklər, hansı ki, bayaq dediyim kimi, bəzi yerlərdə heç bilinmir ki, kakao vurulur, doşa vurulur, amma biz bugün zakvaska tam təbii çörəklərdən hazırlamışıq sizə. İtalyan çörəkləri var, milli çörəklərimiz var, Ramazan ayı olduğu üçün Ramazan pidemiz var və daha bir çox çörək. Məsələn, indi zeytunlu focaccia, İtalyan sayağı focaccia hazırlayacaq sizlə, ciabatta hazırlayacaq sizlə. Genə deyirəm, heç gözləməzdim ki, belə çox tələb olunar. Sevgi ilə gələrlər. Mən amma onun sirrini bilirəm müəllimə nədir. Çünki dünyada mən özüm bir neçə xarici ölkələrdə də olmuşam. Çörəyə olan hörmət ən çox Azərbaycandadır. Adi yerə düşən çörəyi biz götürüb, öpüb alnımızın üstünə qoyuruq. Yəni bu bizim bir ənənəvi bir simvolumuzdur. Çörəyə olan hörmətimiz, çörəyə olan dəyərimiz. Hər kəsin Allah evində çörək qismət eləsin, evində ocağı qaynasın. Amin. Qabaqdan gələn Novruz bayramımız mübarək olsun, çərşənbələrimiz mübarək olsun, tutduğumuz oruclarda. Hər birinizə ürəkdən alqışlayıram. Bu iki bayramlarımız iki qatdır, gəl olarsa sözümü kəsirəm. Həm Ramazan bayramı, həm Novruz bayramı, müqəddəs bayramı üst-üstə düşdüyünə görə bərəkət bayramıdır. Bəli. Ona görə də hamının qazanı qaynasın, ocağı yansın, hamının ürəyi açılsın. O dediyim kimi, o şəkərbura paxlavanın iyi gələndə hamı bir uşaqlığın nostalji hisslərə qayıtsın inşallah. Adət çöldə samovarı qaynatmışıq sizin üçün. Bir neçə xanım tələbələr dedi ki, nə qəşəng iyi gəldi burada, ocaq iyi gəldi. Çünki fasiləmiz indi olacaq. Siz çıxacaqsınız fasiləyə bir 10 dəqiqəlik. Həyətdə sizin üçün çayla şirniyyat hazırlanıb. Samovarımız hazırdır. Hamımızın da bir-birimizə olan hörməti üçün, nəzakəti üçün dərin təşəkkür edirəm ki, yəni bu çoxluqda, yəni öyrənməyə razılaşdınız. Yəni mən həmişə sınavımıza dedim ki, yəni bu eksperiment apardıq. Necə ki, aşpaz kursunu eksperiment kimi açdıq. 3 ildən çoxdur, çox böyük tələbatımız var. Bunu da eksperiment kimi açdıq. İnşallah ki, mən bilirəm ki, bu birinci, axırıncı deyil, axırıncı olacaq. Tələbatımız çox olacaq. Öyrənmək istəyənlərimiz çoxdur. Bu da bizi çox sevindirir. Açıq deyim sizə. Tək ki, öyrənmək istəyənlər olsun, biz həmişə sizin qulluğunuzdayıq. Sizləri də alqışlayıram, var olasın. Tamam da, özünüz alqışlayaq. Gedək fasiləmizə. Çay içməyə gedirsiniz də hər halda.